Salam, hər vaxtınız xeyir. Üçbucağın medianı tənböləni və hündürlüyü barədə danışacağıq. Medianların və tənbölənlərin xassəsindən danışacağım. Mən əvvəlcə bilim ki, bu bölmədə nədən söhbət gedəcək? Gənclər, bu bölmədə söhbət gedəcək üçbucağın tənbölənindən. Biz bilirik ki, üçbucağın tənböləni çəkildiyi bucağı yarıya bölür, alfa-alfa və tənbölən belə bir xassəsi var idi ki, A bölünsün M bərabər idi, B bölünsün N şərtini ödəməli idi. Medianın bir xassəsi o idi ki, median çəkildiyi tərəfi yarıya bölür, İkinci medianın düsturu idi, MA bərabər idi 2'də 1, kökün altında 2b kvadratı, üzərinə gəlinsin 2c kvadratı, hansı tərəfə çəkilibsə median həmin tərəfin kvadratını çıxırdıq. Üçüncü qayda o idi ki, üçbucağın medianları kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni, bura 2x-dırsa, bura x-dır. Bura 2y-dırsa, y-dır və yaxud bura 10-dırsa, bura 5 idi. Mən bu qaydalardan danışacağım bu dərs. Gəlin suallara baxaq. Deməli, suallarda bizə nə deyilir? Suallarda nə deyilir? Açaq testi. Daha doğrusu testi açmışdım. Test yoxa çıxdım. Deməli, danışırıq bundan. Üçbucağın medianı tənbölənindən. Sual 1'ə baxaq gənclər. Sual 1'də bizə nə deyilir? Deyir, oturacağım AB olan bərabəryanlı ABC üçbucağıdır. Bax, oturacağımız AB-dir. Bərabəryanlı ABC üçbucağıdır. CD mediandır. Uşaqlar, CD medianısa biz bilirik ki, x-dır və bərabəryanlı olduğu üçün y şərtini ödəməlidir. Daha sonra bizə ümumi üçbucağın perimetrini 36 verib. Sənə deyirsən, müəllimə, ümumi üçbucağın içində 2x ilə 2y var. Bərabərdə 36. Hər tərəfi də 2'yə bölsəm, x üstə gəlinsin y-ımız 18'ə bərabər olacaq. Digər tərəfdən bizə ACD-nin perimetri, ADC-nin perimetrini 25 verib buranı. ADC-nin içində nə var müəllimə? X var, bir dənə y var, bir dənə bax bu CD var. Bu üçbucaqdan danışırıq. CD bərabərdə 25 verilib. X üstə gəl y-ımız 18-dirsə 25'dən 18 çıxaram. Cavab eləyər 7. Y variantı. 2 nömrəli sualda deyilir ki, ABC üçbucağında AY və BD parçaları O nöqtəsində kəsişir. CY-ni YB-yə bərabər veribsə gənclər, bu tənbölən başlayın mediandır. Daha sonra AD-ni DC-yə bərabər veribsə, bu da mediandır. Və mən bilirəm ki, medianlar 2-1 nisbətində bölünür. O dəqiqə 2x ilə x yazıram, o dəqiqə 2y ilə y yazıram. Sənə deyir ki, OY üstə gəlinsin OD, yəni x üstə gəlinsin y sənə 5 vermişəm deyir. AY üstə gəlinsin BD-ni soruşur. AY-nin içinə fikir versəz, x üstə gəl 2x, 3x var. BD-nin içinə fikir versəz, y üstə gəl 2y, 3y var. 3'ü mötərizə xaricinə çıxartsam, x üstə gəl y eləyər. Bu 5'dir. 3'ü 5'ə vuraram. Cavab 15 eləyər. 3 nömrəli sual eyni sualdır. Özünüz yazın. 4 nömrəli sual, tərəfləri 5, 6, 8 olan üçbucağın böyük tərəfinə çəkilmiş median. Biz demişdik ki, MA bərabər idi. 2'də 1 kökün altında 2b kvadrat, üstə gəl 2c kvadrat. Çıx, hansı tərəfə çəkilibsə, həmin ədədin kvadratı. Bu da eləyəcək 2'də 1 kökün altında 2 vurulsun b kvadrat. Yəni, bizə böyük tərəfə çəkilmiş deyirsə, mən 8'in kvadratını çıxacağım. 2 vurulsun 5'in kvadratı 25, 52 nə idi? Üstə gəlinsin 2 vurulsun 6'nın kvadratı 36, çıx 8'in kvadratı 64. Bu da eləyəcək 50 üstə gəlinsin 72, çıxılsın 64. Hesablasam 2'də 1 qarşıda kökün altında 58 eləyəcək. 5 nömrəli sualı özünüz yazın. Mən bunu biraz belə eləyim ki, uşaqlar, məsələləri də yaza bilək də buradan, düzdürmü? Bunu da biraz belə eləyək. Deməli, mən 6 nömrəli sualdan danışacağım. 6 nömrəli sualda bizə nə deyilir? Deyilir ki, gənclər, ABC üçbucağıdır. Bax, bu mənim ABC üçbucağım olsun. ABC üçbucağı və AD-ni sənə deyir tənbölən vermişəm. AB-ni 8 verib, BD-ni 5 verib, AC-ni 6,4 verib, CD-ni soruşur. Mən təbii ki, tənbölən xassəsindən istifadə edərəm. Tənbölən xassəsi nə idi müəllimə? 8'in 5'ə nisbəti, 6,4'ün x-a nisbəti. X da buradan bərabərdir. 5'i vuraram 6,4'ə, bölərəm 8'ə. Və yaxud 6,4'ü 8'ə vursam 0,8, 5'ə vuraram 4 eləyər. Yəni, variant B variantı. 7 nömrəli sual eyni sualdır. 8 yazım mən. Əslində 8 eyni sualdır. Amma yenə deyək, bizə bir dənə ABC üçbucağı verilib.
Verilən ABC üçbucağında AD-ni tənbölən verir bizə yenə. Tənbölən isə o dəqiqə alfa alfanı qoyuruq ki, gözümüz görsün. AB-ni 16 yazıb, AC-ni 20 yazıb. Mən şagirdlərimə hər zaman tənbölən xassəsi üçün bir dənə qayda deyirəm ki, uşaqlar bura 16-dırsa gətir bura 16x qoy, bura 20-dirsə burada 20x qoy. Bir dənə də burada gedək balaca. Tutaq ki, ABC üçbucağıdır. Təpədən bir dənə tənbölən çəkmirsən. Bura 7, bura 8-dirsə, gətir bura 7x qoy, burada 8x qoy. Tənbölən xassəsinə görə nisbətlər eyni olmalıdır. Uşaqlar bizə DC minus BD şərtini 2 verib. DC-miz 20x-dir. BD-miz isə 16x-dir. Burada da x var. Bərabərdə 2 verib. Yəni 4x-miz gənclər 2-dirsə, x-miz 2-də 1 eləyəcək. 16-nın 2-də 1 hissəsi 8 eləyər. 20-nin 2-də 1 hissəsi 10 eləyər. Bizdən DC-ni soruşur. Cavabımız 10 eləyəcək. C variantı. Oy, bağışlayın, mən bu testə baxdım. Cavabımız B variantı. 9 nömrəli sual eyni sualdır. Özünüz yazın. Mən gəlib yazmaq istəyərəm 10 nömrəli sualı. Deyir, perimetri 18 olan üçbucağın medianlarından biri. Bu eləyir mənim üçbucağım. Deyir, medianlarından biri, bu olsun median. Bura mediansa x qoyaram. Bura m qoyum, bura n qoyum. Burada bir dənə y qoyaq. Deyir ki, bu üçbucağın perimetri, ümumi üçbucağın perimetri deyəndə uşaqlar biz nə edirdik? Hər tərəfi toplayırdıq da. Yəni müəllimə 2x üstə gəlinsin, m üstə gəlinsin, y bizə 18 verib. Deyir, bunun perimetri 12-dir, bunun perimetri 14-dür. Bunun perimetri 12-dirsə, m üstə gəl, y üstə gəl, x-i bizə 12 verib. Digər tərəfdən bunun perimetrini 14 veribsə, n üstə gəl, x üstə gəl, y bizə 14 verib. Mən bu ikisini tərəf-tərəfə toplasam əgər, alaram müəllimə, m üstə gəlinsin, bax, m üstə gəlinsin, y, üstə gəlinsin, x-lardan 2 dənədir, üstə gəlinsin n, üstə gəlinsin y. O da bərabərdir. Bu altından xətt çəkdiyim ifadə gənclər, mənə 18-i verib onsuz da. Y-ı da yazardım. Yox, mənə 18-i verib. Yazdım 18 üstə gəlinsin n, y. Neysə, səhv gedirəm ya da özümə demirəm ki, səhvimi görmərəm. Perimetri üçbucağın medianlarından biri, onun perimetri 12 və 14 olan 2 üçbucağa bölüb. 2 hissəyə bölməyib ki, 2 üçbucağa bölüb. Bəli. Onda m üstə gəl, buna y demişik də. M üstə gəl, y üstə gəl, x 12-dir. N üstə gəl, x üstə gəl, y. Bu da 14-dür. Mən bunları tərəf-tərəfə toplasam, 2 dənə x üstə gəlinsin, 2 dənə y üstə gəlinsin, m üstə gəlinsin, n. Mən bunu səhv yazmışam deyəsə, burada n yazmalıyam, ay sağ ol. Deyirəm, axı, məsələ səhv gedir. Yəni, buna baxmayın. Məsələ hiss edirəm, səhv gedir, amma çevrilib ərindiyimdən baxmıram. Bunları tərəf-tərəfə topladım. 12-nin üstünə 14 gəldim, 26 elədi, təbii ki. 2x və bu m-nin cəmi bizdə 18-dir. 18 üstə gəl, 2 y-ım 26-dır. 26-dan 18 çıxaram. 8, 8-i 2 yerə bölərəm, 4 eləyər. Bizdən də medianın uzunluğunu soruşur. Cavab 4 eləyəcək. Sonra 11 nömrəli sualı eyni sualdır. 12 nömrəli sual bərabər tərəfli üçbucaqdan median tənbölən hündürlüyün düsturu A kökdə 3 bölü 2-dir. Medianların cəmi, 3 dənə medianın cəmi 12 kökdə 3-dürsə, onda biz birini tapmaq üçün 3-ə bölərik bunu. 4 kökdə 3 eləyəcək. Mən bunu 4 kökdə 3-ə bərabər eləsəm, kökdə 3-lər gedəcək. A-mız 8 eləyər. Üçbucağın perimetrindən danışır. Bərabər tərəfli üçbucaqdır. 8-i 3-ə vurub 24 alaram. 13 nömrəli suala baxaq. Bu mənim 10 manatlıq sualım idi. 11-ci siniflərimə vermişdim. Demişdim ki, bu sualı kim düz həll eləsə 10 manat verəcəyəm. Təbii ki, həll eləyən oldu. ABC üçbucağının B və C bucaqlarının tənbölənləri kəsişirlər və kəsişmə nöqtəsindən BC-yə paralel bir düz xətt çəkmirsən deyir. Burada M nöqtəsi var. Burada M nöqtəsi var. Sonra sənə deyir ki, MB-miz 5-dir, NC-miz 6-dır uşaqlar. M-ni soruşur. Uşaqlar, bu tənbölən isə alfa-alfa qoyaram. Bu tənbölən isə beta-beta qoyaram. 2 paralel düz xətti 3-cü ilə kəsəndə daxildən çarpazların bərabərdir. Daxildən çarpazların bərabərdir. Yəni, demək istədiyim, burada bir dənə bərabər yanlış bucaq alınır. Bura 5-dirsə, burada 5 eləyəcək. Eyni qayda ilə bura 6-dırsa, burada 6 eləyəcək. Bildikdə niyə? Çünki bərabər yanlıdır. Fikir verin, betalar bərabərdir. Ona görə cavab 5 üstə gəlinsin 6, 11 cm eləyəcək. Variant, B variantı. 14 nömrəli sualın gözəlliyi nədəndir? Bax, burada 11 nömrəli sualda perimetri 20 və 28 olan 2 dənə üçbucağa bölür. Amma burada perimetri 8 və 18 olan hissəyə ayırır, üçbucağa bölmür. Bir dənə bərabər yanlı üçbucaq çəkərəm. Bərabər yanlı üçbucağın oturacağındakı təpədən yan tərəfə çəkilən median. Bura x qoyaram, burada x qoyaram. Medianda x. Bu bərabər yanlı olduğuna görə yan tərəf 2x-dırsa, burada 2x-dır. Deyir, bu üçbucağın perimetrini
15 və 8 olan 2 dənə hissəyə ayırır. İndi deyəcəksiniz, müəllimə 15-i niyə yuxarıda yazdınız, bu üç bucağa yazdınız, bu aşağıdakına yazdınız? O da uşaqlar, məsələn, təbii ki, ilk dəfə baxmamışam bu məsələyə, köhnə toplum məsələsidir. Üç bucaq bərabərsizliyinə görə 15 birinci olacaq, bu 2x-dan x-in cəmi. Amma 8 ikinci üç bucağın perimetri olacaq. Sənə demir üç bucağa bölür, sənə üç bucağa bölür desəydi, bunun perimetri 15, bunun perimetri 8-dirsə, bura bir dənə t qoyaq. Üçbucağa bölür desəydi belə yazardın. 2x üstə gəl, x üstə gəl, t bərabərdir 15. Amma sənə hissəyə bölür. Hissəyə bölür deyəndə bu hər ikisində iştirak edən tərəfi saymırsan. Hansı hissəyə bölünüb? 2x-dan üstə gəl, x-i 15 verib. Çünki üçbucağa bölmür axı. Onda 3x-im 15-dirsə, x-im 5 eləyər. Burada 5-dir, burada 5-dir. Sonra bu üç bucaq üçün hissəyə bölünüb sözündən yazaram ki, bax, hər ikisində iştirak eləyəni saymıram. Bura a qoyaq. A üstə gəlinsin 5-imiz 8-dirsə, A-mız müəllimə 3-dür. Bizdən də üç bucağın oturacağını soruşur. Cavab 3 sm. Sonra 16 nömrəli sualı yazaq. 15 eyni sualdır. Bir zəhmət özünüz yazın uşaqlar. 16 nömrəli sual da qəşəng sualdır. Necə yazacağam? Məsələn, üstündə də yazmaq olar. Mən bunu paralleqrama tamamlayaram gənclər. Qoy elə üstündə yazım. Paralleqramı tamamlayandan sonra bu diaqonalı tam çəkərəm buradan. Diaqonalı tam çəkəndən sonra bu məsələnin 4 dənə həll üsulu var. Elə ən asanı bu olacaq, bunu deyim sizə. BD-miz 2x-dır. Uşaqlar, DC-miz 3x-dır. Şakir də deyir ki, müəllimə paralleqram olduğuna görə bunun qarşı tərəfləri bir-birinə bərabər olduğuna görə bura 5x yazaram. AD-ni sənə 35 verib, yəni bura y qoysam, bura 35 çıxılsın y yazaram. Bu iki üçbucaq bir-birinə oxşardır. Baxın, baxın. Ekran dondu deyənə göstərə bilmərəm, hə, göstərdim. Bu iki üçbucaq bir-birinə oxşardır. Niyə? Çünki bax, qarşılıqlı bucaqlar var hər ikisində və daxildən çarpazım var. Ona görə oxşarlıqdan yazaram kiçik üçbucağın oturacağının, böyüyünün oturacağına nisbəti, kiçiyinin yan tərəfinin, 35 minus y-dır kiçiyinin yan tərəfi, böyüyünün yan tərəfinə nisbəti. X-lar gedər, 2y bərabərdir. 5-i 35-ə vuraram, 5 vur 35 yazaq elə bunu. Çıx 5y, 2y-ın üstünə 5y gələrəm. 7y bərabərdir 5 vur 35-ə. 35-i 7-yə vuraram, bölərəm 5, 5 dəfə 5, 25. Əgər məndən A-ını soruşursa, cavab 25. Elə A-ını soruşur, cavab 25. Amma 17 nömrəli məsələnin, gənclər, bir dənə həll üsulu var. Çünki hündürlük var, hündürlükdən danışır. Mən də hündürlüyü böyük ehtimal sahəyə bağlayacağım. Bura 3-dür, bura 6-dır. Deyir, bu tərəfə çəkilən hündürlük H1 olsun. Fikir verin. Bura çəkilən hündürlük H2 olsun. Bura çəkilən hündürlük H3 olsun. Bu da A olsun. İndi məsələn şərtini oxuyuram. Bu tərəflərə çəkilmiş hündürlüklərin ədəd ortası, yəni H1 üstə gəl H2 böl 2, üçüncü tərəfə çəkilmiş hündürlüyə bərabərdir. Bunu şərtdə verib. İndi mən buradan bir şey deyə bilmərəm axı. Tərəf verilib, mən də sahəni bilirəm. Üçbucağın sahəsi 2-də 1 AH-dır. A-nı birinci 3 götürürəm. Sonra bu tərəfə çəkilən hündürlük H1. Üçbucağın ikinci sahə düsturu 2-də 1. A-mızı 6 götürürəm H2. Üçbucağın üçüncü sahə düsturu 2-də 1. A vurulsun H3. Bu ikisini bərabərləşdirirəm. Yəni sollar bərabərdirsə, sağları bərabərləşdirirəm. 3 dənə H1 bərabərdir 6 dənə H2-yə. Hər tərəfi 3-ə bölsəm, H1 bərabərdir 2 dənə H2-yə. H1-imiz 2K-dır, H2-miz 1 dənə K-dır. Sonra gəlirəm, bu ikisini bərabərləşdirirəm. Fərqi yoxdur, birinci ilə üçüncü ilə eləyə bilərsiniz. Yəni S-lər bərabərdir, 2-də 1-lər bərabərdirsə, 6 dənə H2 bərabərdir AH3. Bax, bunu saxlayıram. İndi mən H3-ü bilmirəm axı. H1-in yerinə 2K qoyaram. Burada çünki almışam. H2-nin yerinə K qoyaram. 2K-nın üstünə K gələrəm. 3K 2-yə bölərəm. H3-ümüz 1,5K olacaq. Baxın, hamısını aldım. H1-i də, H2-ni də, H3-ü də. Gətirib yerinə qoyaram. 6 vurulsun H2-miz K-dır. A vurulsun H3-ümüz 1,5K-dır. K-lar gedər. 6-nı 1,5-ə bölsəm, cavabım 4 eləyər. Qəşəng sualdırmı? Bəli, müəllimə. Qəşəng sualdır. Sonra gəlim, bunu belə edeyim, üstündə yazaq uşaqlar. İnşallah itməz. Hə, itmədi. 18 nömrəli sual. Deyəsən, bu artıq təzə sualdır. Bəli, təzə sualdır. ADB 100 dərəcədir. ADB. Bu bucağım 100 dərəcədir. Görək nə deyir? ADC-ni 100. ADB. ADB 100 dərəcədir uşaqlar. ADC-miz isə 120 dərəcədir. Okey. A və C bucaqlarının tənbölənləri. Tənbölən isə alfa-alfa qoyaram, beta-beta qoyaram. Onda uşaqlar bu üç bucağa baxsam,
Təpə bucaq 120 dərəcədirsə, 180-dən 120-ni çıxıb alfa üstə gəl betanı bərabərdir. Bax, buraya yazaq da 180 çıx 120. Çünki bəzi şagirdlər var, səssiz qulaq asır. 180-dən 120 çıxanda 60 dərəcə olar. Bu mənim alfa plus betam. DAC alfadır. Çıx DCA. Alfa minus betanı istəyirmiş bizdən. Bax, bunlar tənböləndir bu ikisi. Riyaziyyatda bir dənə qayda var ki, bunlar tənböləndirsə bu ikisi çəkilən. Üçüncü də mütləq tənbölən olmalıdır. Deməli, mən də bildim ki, bu da tənböləndir. Qamma yazıram. Sonra uşaqlar, burada bir dənə tam bucağım var. 100-ün üstünə 120 gəlirəm. 100, üstə gəl 120. Eləyər 220. 360-dan 220-ni çıxaram. 140 dərəcə eləyər. Bura 140 dərəcə qalacaq. Aydındır mı? Sonra baxıram, təpə bucağını tapıram elə bunun. Bir dənə alfa üstə gəl beta 60-dırsa, 2 dənə alfa üstə gəl 2 dənə beta 120-dir. Bax, bu 2 alfa üstə gəl 2 beta. Onda təpə bucağını tapmaq üçün B bucağını 180-dən 120-ni çıxaram. 120-ni. Eləyəcək neçə? 60. B bucağı 60-dırsa 30-30 düşəcək bura. Elə deyilmi? Onda 30-un üstünə 100 gələrəm. 130, 180-dən 130 çıxaram, 50 eləyər. Burada 50 eləyər. 120-nin üstünə 50 gələrəm. 170, 180-dən 170 çıxaram, bura 10 eləyər. Bizdən də 50 çıxılsın, 10 istəyir. 50-dən də 10 çıxsam gənclər, 40 dərəcə eləyəcək. Maraqlı məsələ idi, A variantı. Deməli, 20 nömrəli suala baxırıq. Bərabər yanlı üç bucağımız var bir dənə. Bu bərabər yanlı üç bucağın oturacağı 12 kökdəkidir gənclər. Oturacaqdakı bucaqlar, yox, bucaqlardan biri 120 dərəcəsə bu təpə bucaqdır. 180-dən 120 çıxıb 2 yerə bölərəm, 30-30 dərəcə eləyər. Oturacaqdakı bucağın tənböləni. Oturacaqdakı bucağın tənböləni budur. Onda burada 15 dərəcə eləyər. Burada 15 dərəcə. 15-in üstünə 30 gələrəm. 45, 180-dən 45 çıxaram. 135 dərəcə. Burada x qoyaram. Ağlıma gələcək sinuslar teoremi. Çünki bucaqla tərəf var. Yəni 12 kökdəkinin qarşısındakı bucağın sinusla nisbəti sinus 135 dərəcəyə. X-in qarşısındakı bucağın sinusla nisbəti. Sinus 135 dərəcənin də hesablamasını bilməyən şagirdlər üçün 90 üstəgəl 45-nə yazıram. Sinus 90-da kosinusa çevirilənir. İkinci rübdə müsbətdir. Yəni bu kosinus 45-dir, o da kökdəki bölü 2-dir. Kökdəkilər gedər, 12-ni 2-yə vursam 24 eləyər. Bu da 2-yə 1 eləyər. 2 qalxar x-in yanına. 24-ü də 2-yə bölsəm cavabımız 12 eləyər. M nöqtəsi ABC üç bucağının medianlarının kəsişmə nöqtəsidir. Perpendikularlıq var burada. BM 12 verilib. Bu medianların kəsişmə nöqtəsidirsə, medianlar 2-1 nisbətində bölündüyü üçün bura 6 eləyər. Düzbucaqlı üç bucaqda hipotenuza endirilən median hər zaman hipotenuzun yarısıdır. Median 6-dırsa, hipotenuz 12 olub. Sonra gəlirəm ABC üç bucağının AM və BM medianları perpendikulyar olub K nöqtəsində kəsişir. Və AM-i sənə 12 verib. Medianlar da 2-1 nisbətində bölündüyü üçün 3x-ım bizim 12-dirsə, x-ım 4-dür. X-ım 4-dür. 2-ni 4-ə vuraram, bura 8 eləyər, burada 4 eləyər opşum. BM medianın uzunluğu da bura 2y-dan y-dır. Yəni 3y-ım 9-dursa müəllimə y-ım 3-dür. Y-ımız 3-dürsə burada 6 eləyəcək. Və bu nə deyir? Medianları AM və BM medianları perpendikulyardır. 90 dərəcə burada var. Olarsa SK-nı tapmaq lazımdır. SK-nı mən indi necə analiz edərəm? Mən SK-nı belə analiz edərəm gənclər. Medianların hər birini ayrı-ayrılıqda tapdıqdan sonra gətirib ağlıma gələr. Ağlıma nə gələr? Pifagorla yazaqmı? Mən bunu da bu medianı da uzatsam buradan, hər iki tərəfdən. Uzatsam yazaram ki, müəllimə yazaram ki, Pifagoru tətbiq eləyək də biz sizin üçün. Təzə sualdır, mən də suallara əvvəlcədən baxmamışam. Pifagoru tətbiq eləsəm uşaqlar. Mən yazaram ki, burada 90 dərəcə varsa fikir verin. Çünki deyir axı perpendikulyardır. Bu 8-in kvadratının üzərinə bu 6-nın kvadratını gəlsəm, Pifagordan bura 10 eləyir. Kaşki şəkli kənarda çəkərdim. Düzbucaqlı üçbucaqda da hipotenuza endirilən median hər zaman hipotenuzun yarısıdır. Bizdən də bu balaca hissəni soruşur. Daha doğrusu bura 5 eləyəcək. Burada bundan 2 dəfə böyükdür. 10 eləyəcək. Məsələn, şəklini kənarda çəkməyə lazım idi. Bax, bir də deyirəm. Mən bu hissəni tapdım ki, gənclər, x-ım 4-dür. Balaca hissəmiz AM-dən danışırsa, buranı 4 tapdım, buranı 8. Buranı 3 tapdım, buranı da 6 tapdım. Axı deyir, bunlar perpendikulyardır. Mən perpendikulyardırsa, bu 8-in kvadratının üzərinə 6-nın kvadratını gəlib bura 10 yazdım. Bunu da uzadıram. Median da deyir. Bu 10-dursa düzbucaqlı üçbucaqda hipotenuza endirilən median hipotenuzun yarısıdır. Amma bizim bu 2 mislini soruşur. Demişik axı təpədən başlayaraq 2-1 nisbətində bölünür. Ona görə 5-in 2 misli başlayın 10 eləyər.
24 nömrəli sualda ABC üçbucağının AM və BN medianları perpendikulyar olub. AM, bəli, burada perpendikulyarlıq var. Perpendikulyar olub K nöqtəsində kəsişir. SK-nı 10 verib. Mən bu medianı yenə uzadaram uşaqlar. Onda 2-1 nisbətində bölündüyü üçün bura 5 eləyər. Düzbucaqlı üçbucaqda hipotenuza endirilən median hipotenuzun yarısıdır. Bunu gözüm gördü ki 10 eləyəcək. BN 9-dursa yenə 2-1 nisbətində bölünür. Yəni 3x-im 9-dursa gənclər, yenə geniş yazdım bu hissəni 3 eləyəcək. 3-ü də 2-yə vurub bura 6 yazaram. Gözüm görür ki bu düzbucaqlı üçbucaqdan 10'un kvadratından 6'nın kvadratını çıxsam kökün altında 64'dən 8 çıxar. Yenə median 2-1 nisbətində bölündüyü üçün bura 8 isə bura 4'dür. Onda 8 üstə gəlinsin 4, AM medianın uzunluğu 12 eləyəcək. Gələk növbəti suala. Növbəti sualı yenə buradan yazım mən sizin üçün. Deməli, hansı sualdan danışıram? 25 nömrəli sualdan danışıram. 25 nömrəli sualda deyilir ki, yeni sualdır. Sadə sual oxşayır. Modul A üstə gəlinsin B çıx 17, üstə gəlinsin B üstə gəlinsin C çıx 25, üstə gəlinsin A üstə gəlinsin C çıx 18 sıfırdır. Ayrı-ayrılıqda bunların hər birini sıfıra bərabər eləyərəm. A üstə gəlinsin B 0 üstə gəl 17 eləyər, 17-yə. B üstə gəl C 25 eləyər. A üstə gəl C-miz də 18 eləyər gənclər. Mən bunları tərəf-tərəfə toplasam, A-lardan 2 dənə, B-lərdən 2 dənə, C-lərdən 2 dənə olsa, 17 üstə gəl, 25 üstə gəl, 18, 35, 60, 30 eləyər. Yəni toplayıb hər tərəfi 2-yə böldüm. İndi nəyə baxıram? Bax, A üstə gəl B 17-dir. Bu A üstə gəl B 17-dirsə, 30-dan 17 çıxıb C-ni 13 taparam. B üstə gəl C 25-dirsə, 30-dan 25 çıxıb A-nı 5 taparam. A üstə gəl C 18-dirsə, bunların ikisi. 30-dan 18 çıxıb B-ni 12 taparam. Aha, bu necə ədədlərdir? Pifagor ədədləri, bura 13-dür, bura 12-dir, burada 5-dir. Düzdürmü? Bizə deyir ki, bu üçbucağın böyük hündürlüyü. Düzbucaqlı üçbucağın da böyük hündürlüyü böyük katetdir. Yəni 12. Digər hündürlüyü budur. Lap digər hündürlüyü isə H-la olandır. Yəni 5 vur 12 bölünsün 13. Yaxşı, gələk 26 nömrəli suala. Blok sualdır bu sual. Qəşən sualdır. Bax, belə bir üçbucağımız verilib. Mən onu burada çəkim, qarşılıqlıq olmasın. Bizə deyəsəm deyir, yenə perpendikulyarlığımız var burada. Burada da perpendikulyardır. Burada da, burada da, burada da. Yenə medianlardır bunlar. Mediandırsa 2, 1 nisbətində bölünür. Mediandırsa 2, 1 nisbətində bölünür. AC-ni 16 verib uşaqlar sənə. AC-miz 16-dırsa 8, 8 böləcəyəm mən bunu. Yaxşı. BC-ni də bizə 8 veribsə 4 böləcəyəm mən bunu. Əvvəlcə bu düzbucaqlı üçbucağa baxaram. Pifagordan 2y-ın kvadratının üzərinə gələcəyəm bu x-in kvadratı. Köhnə topluluğun sualıdır. Bərabərdir 4-ün kvadratı 16-ya. Digər tərəfdən bu düzbucaqlı üçbucağa baxaram. Baxın buna. Yenə 2x-in kvadratının üzərinə gələcəyəm bu y-ın kvadratını. Bərabərdir 8-in kvadratı 64-ə. Bu tənliklər sisteminə baxsam, 4x kvadratı üstə gəl, 4y kvadratı bağışlayın. Üstə gəl x kvadratı 16 eləyər. Bu da 4x kvadratı üstə gəl y kvadratı. Bərabərdir 64 eləyər. Tərəf-tərəfə toplasam, 5 dənə y kvadratı üstə gəl 5 dənə x kvadratı. Bərabərdir 80-ə. Y kvadrat üstə gəl x kvadrat 80-i 5-ə bölüb 16 yazaram. Bizdən soruşur, bizdən nə soruşur ümumiyyətlə? Bizdən bu tərəfi soruşur. Buranı soruşursa, bu da baxın 2x-in kvadratı üstə gəl 2y-ın kvadratı olacaq. Bərabərdir, bura bir dənə el qoyaram, elin kvadratı. Yəni elin kvadratı bərabərdir 2x kvadratı üstə gəlinsin 2y-ın kvadratına uşaqlar. O da bərabərdir 4x kvadratı üstə gəl 4y kvadratı. 4-ü mötərizə xaricinə çıxartsam x kvadratı üstə gəl y kvadratı eləyər. Bu 16-dır. 4-ü 16-ya vursam 64 eləyər. El kvadratı 64-dürsə elimiz 8 eləyəcək. 28 nömrəli sualda çevrə xaricində götürülmüş nöqtədən çevrəyə 2 dənə toxunan çəkirəmsə və həmin nöqtədən çevrənin mərkəzinə endirilən bu xətt hər zaman tənbölən olur. Bura 12-dir, bura 15-dir. Onda mən sizə demişdim ki, bura 12x qoyun, bura 15x qoyun və ümumi uzunluğu da 18 verib bizə. Onda 12x-in üstünə 15x gəlsəm, yəni 27x-im 18-dir. 9-a bölsəm hər tərəfə 3x 2-dir. X-imiz 3-də 2-dir. Onda A-onu tapsam, 12-nin 3-dəki hissəsini taparam. 8 eləyər. OC-ni tapsam, 15-in 3-dəki hissəsini taparam. 10 eləyər. Bizdən böyük tərəfi soruşur. Ona görə cavab 10 eləyəcək. Gəlirəm hansı suala. Elə bu şəkillərin üstündə yazmaq olar da. Yazım şəkillərin üstündə.
Sonuncu 3 sual qalıb. Deyəsən 3-ü də fərqli suallardır maşallah. ABC düzbucaqlı üçbucağında AB perpendikulyardır BC-yə, köhnə topluluğunu sualıdır. BN də hanı BN perpendikulyardır AM-ə. Burada da 90 dərəcələrimiz var. Qoyuram ki, gözüm görsün. BM-imiz SM-ə bərabərdir. Yəni demək istəyir ki, bu mediandır. AF-imiz də FK-ya bərabərdir. Demək istəyir bu da mediandır. SN-imiz 2K-dır uşaqlar. Bura 2K qoyum. AY-imiz bir dənə K-dır. YN-imiz də bir dənə K-dır. Yəni demək istəyir ki, 2K, burada 2K. Yəni bu da çəkilən BN də mediandır. Biz də bilirik ki, medianlar 2-1 nisbətində bölünür. Bura 2x-dan x yazaram. BK-nı sənə 12 verir. Yəni 2x-ım 12-dirsə, x-ım 6 eləyəcək bu hissəmiz. Buranı da 12 vermişdi bizə. 12-nin üstünə 6 gəlsəm, bu hissəyə baxın. Bura 18 eləyər. Düzbucaqlı üçbucaqda hipotenuza endirilən median 18-dirsə, hipotenuz bunun 2 qatıdır. Yəni 36 eləyər. Bu da median olduğuna görə 36-nın yarısı bu hissə 18 eləyər. 18 də KK bölündüyü üçün 9 bölünəcək. Yenə düzbucaqlı üçbucaqda hipotenuza endirilən median 2-1 nisbətindədir. Yəni 2y üstə gəli y-ım 9-dursa, medianımız axı hipotenuzun yarısı da 18-in yarısı. 3y-ım da 9 eləyər, y-ım 3 eləyər. Y 3-dürsə bura 3-dür. 3-ü 2-yə vuraram. Bura 6 eləyəcək. Məsələ biraz qarışıqdır. Ancaq elə düzbucaqlı üçbucaqdan danışıram mən orada. Məsələyə özünüz də mütləq bir də baxın. Kənardan, uzaqdan baxın ki, həll eləyə biləsiniz. 30 nömrəli məsələ yeni məsələdir. ABC üçbucağında BD perpendikulyarda AY-yə, yəni burada hamısında 90 dərəcəmiz var. AF bərabərdir FY-yə. Burada bərabər median var daha doğrusu. YS-miz hanı? YS 6-dır, CD də 6-dır. AD-ni 2 verib bizə uşaqlar. Hə, gözüm bunu gördü. Bu üçbucağa fikir versəm qaraya. Təpədən çəkilən hündürlük, bax, həm hündürlük verib, həm də median verib. Hündürlüklə median o vaxt üst-üstə düşür ki, bu bərabər yanlı üçbucaq olsun. Bunu tapdım. Sonra bura bir dənə y qoyaram. Median deyil axı. Burada bir dənə y qoyaram. Düzdürmü? Bu da düzdür müəllimə. Ondan sonra gənclər, ağlıma nə gəlir bu məsələ ilə bağlı? Ondan sonra ağlıma nə gəlir? Deməli, ağlıma gələ bilər. Bu üçbucağa baxsam, bax, təpədə tapdım. Uşaqlar, burada bir dənə hündürlük varsa, həm də bu median varsa, həm də bu tənböləndir. Mən bunun tənbölən olduğunu isbat elədim. Bu tənböləndirsə, nisbətlər bir-birinə bərabər olmalıdır. Yəni x bölü 2 bərabər olmalıdır. X üstə gəl 6 bölü 6. X üstə gəl 6 bölü 6. Bu 6-nı bu 2-yə bölərəm, 3 eləyər. 3x-a vuraram, 3x bərabərdir x üstə gəl 6-ya. 2x-ım 6-dırsa, x-ım da 3-dür. Bizdən AB-ni soruşur. Elə cavab 3 eləyəcək. Maraqlı məsələ idi. Gəlirəm 31 nömrəli məsələyə. ABC üçbucağında M medianların kəsişmə nöqtəsidir. Buradır. Onda 2-1 nisbətində bölünəcək. KM-i bizə 6 verib. Aha, bura 6-dır. Və paralel verib. Mən həmişə şagirdlərimə deyirəm, bu şərt veriləndə ya oxşarlıqdır məsələdə, və yaxud oxşarlıq yoxdursa, 2 paralel düz xəttdir. 3-cü ilə kəsəndə əmələ gələn bucaqlardır. Məsələn, bura alfa desəm, paralel olduğuna görə DY ilə AC, daxildən çarpazları bərabərdir, alfa buradır. Beta qoysam bu bucağa, qarşılıqlı bucaqlarımız bərabər olduğuna görə, digər bucağımız da beta olar. Baxın, bu hissədən danışıram. Onda belə çıxır ki, üçbucağın 2 bucaqları bərabərdir. DKM üçbucağı. Oxşar olacaq uşaqlar. M F, S üçbucağına. Fikir verin, çünki hər ikisində alfa beta bucaqları var. Ona görə mən nisbətdən yazaram. Medianlar da 2-1 nisbətində bölünür, elə deyilmi? Onda bura 2x yazaram, bura x yazaram. Burada bir dənə t yazaq. Yazaram balaca üçbucağın yan tərəfinin, böyüyünün yan tərəfinə nisbəti, balacanın oturacağının, böyüyünün oturacağına nisbəti uşaqlar. X-lar gedəcək, 6-nı 2-yə vurub, mən t-ni 12 alaram. Bura 12-dirsə, 2-1 nisbətində bölünüb baxaq. Bura bundan 2 dəfə böyükdür. 24. Ümumi bizdən BF-i soruşursa 24 üstə gəl 12 cavab eləyəcək 36. Yeni əlavə olunan suallar maraqlı suallar idi. Növbəti dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.